Bakı şəhərindən çıxmışıq, yolumuz Neftçalayadır. Ümid edirik ki, inşallah 2 saat yarıma biz gözəl Neftçala diyarında olacaq. Gözəl mənzərələri sizinlə mütləq paylaşacaq. Neftçalada bazar, qiymətlər, ləzzətlər, hələ də balığın dadlarını mütləq sizinlə bölüşəcəyik. Bakı şəhərindən Neftçalaya 140 kilometrdir. Və bu 140 kilometri biz o qədər şirin söhbətlərlə yolumuza davam edirik ki, bizə də maraqlıdır, sizə də. İndi isə sizi bu yolda gördüklərimizlə baş-başa buraxırıq, siz onu izləyin, biz də yolumuza davam edək. Pişmiş məhsullar, hətta Azərbaycanda ilk dəfə aptek elə məhz Neftçala rayonunda açılmışdır. Çünki ilk dəfə o qədər bir iqtisadi inkişaf olmuşdur ki, burada da elə məhz ilk olaraq insanların xəstəliklərinin qarşısını almaq üçün də, təminatdan ödəmək üçün də aptek olmuşdur. Buranın dolması, balıq dolması və ləzzətlərini dadmağı unutmayın. Gözəl Neftçalamızı gəzməyə davam edirik. Həm ləzzətləri ovlayaq, həm də gözəlliklərlə tanış olaq. Neftçalanın bilirsiniz də gözəl də bir ləhcəsi vardır. Birazdan ləhcə ilə yaxından tanış olaq. Artıq biz Neftçalanın məşhur bazarındayıq. Gəlin bazarla birgə tanış olaq. Bazarın girişində ilk bizi qarşıladı Cavidin ət dükanı. Gəlin görək, ətin qiyməti neçəyədir? Salam aleykum. Hər vaxtınız xeyir olsun. Bazar olsun. Necəsiniz? Yaxşısınız? Quz ətləri o 20 manatdır. Biraz iri toğullar 17 manatdır. Bəs dana əti, bax bu yoxsa təzə kəsilmiş dana. Yaxşı, ət tələbatlı satışı necədir? Yaxşıdır. Yaxşıdır. Satırıq alış filan. Evet, günə bir dənə, 2 dənə satırıq. Maşallah, Allah bərəkət versin. İndi isə gedək bazarla tanış olaq. Neftçalıya mən nə vaxt gələndə bu mağazadan ət almışam. Da gedin qonağımız olun, Allah gedərsin. razı olsun, minnətdarım. Sağ ol. Təşəkkür edirəm Allah hər şey kömək üçün. Çox sağ olun. Sağ ol. Salam aleykum. Necəsiz? Nə var nə? Allah Keyfin sağ necə? olsun. Balıq neçəyədir? 650 gətirdik. 6 manat 50 qəpiyə. Maşallah, bazar olsun. Başınız olsun. Alıcısı varmı? Allah'a min şükür. Ha, maşallah. İndi orada gizli bir şey aşkarlanmışam. Gəl. Nə satsız? Süd, qatı. Ha, bu nə qaymaqdır belə? Sənət tezadı var satış üçün. Bu qaymaqdan götürəcəm, laboratoriya aparacam. Zəhmət olmasa bundan ver də 1 kilo mənə. Çəkməyində xahiş edirlər. Sən danışsan. Çəkmə o. Yox, sən demirsən. Bilgi çəkmə. Yox, çəkirəm. Çəkmə. Sən demək, Bilgi bu çəkmə. qaymaqdır, təmizdir. Sizə nə lazımdır? Qaymaq. Çəkiş edirsiniz, çək göz apar da nə istəyirsən Apar, elə. Təmiz qaymaqdır bu. Apar yox lan. Bax bu. Yox, təmiz qaymaqdır, sual edirəm. Təmizdir, təmizdir. Hər bir şey var ki. Apar yoxla. Gör Yox, təmizdir. təmizdir də, əminsiz. Demişdim mən çəkim onu. Təmiz qaymaqdır. Mən demirəm heç nə. Mən qaymaq çəkmədən dedim sən. Yox, sənə çəymir. Çəkmə. Bəli, eşidirəm. Sağ ol, təşəkkür edirəm. Beyaz oldu. Ben size için isteyeceğim de yani o TikTok'ta. Aha. Geçen de görmüştüm diyete.
Bildimi, mən burada bir şey demirəm. Deyirəm bu nədir? Satsız, qaymaqdır, nədir? Soruşuram ya. Qardaş, bunun kilosu neçədir dedik? Bu qaymağı 6 manata aldım. Kilosu 6 manatdır. Başa düşünür, satmıram nədir? Satdı, pulun götdü, verdi. Aldıq ota. 1 kilo qaymaq aldım. Niyə bağlayıb çıxıb geyirsin? Bildimə vitrindir, satsız, mən də almışam. İndi də deyir satmıram. İstəmirəm pul, qardaş. Vətəndaşama almışam da sən satmıram deyirsən. Başa düşmürəm. Olsa orada da satılır. Harda deyəcəkdim baxıb. Orada da satılır. Məlumat üçün bildirim. Kilosu 6 manata qaymaq adı ilə satılan %100 süddən əldə olunmuş bir qaymaq adı ilə satışda aldım. Amma indi satmıram deyirlər. Və başqa yerdə də olduğunu deyir, indi orada gəlib baxacam. Məqsədim burada kimisə çörəklə oynamaq deyil. Xəstəxanalarda günü-gündən insanların sayı artır. Gənc insanlarımız xərçəng xəstəliyi, ondan sonra valideynlərin nə qədər göz yaşı qaldığını, bunlar gözlə görürük, xəstəxanalarda növbələri görürük. Həqiqətən də bu yağın nə qədər bizim üçün vacib bir qida olduğunun xəbəriniz olsun. 6 manata qaymaq kilosu necə satıla bilər? Əgər bu südün 3,5% yağ varsa, 20 litr süddən, 25 litr süddən və ya 20 litr süddən 1 kilo qaymaq əldə olunursa, bu qaymaq necə 6 manata sata bilər? Bu sualın cavabını biz laboratoriyada əldə etdikdən sonra tamamilə bu haqda geri dönüş edəcək. İndi isə bazarı gəzək. Mənim məqsədim xalqıma doğru xidmət etməkdir. Sat, amma denə palma yağıdır. Demə ki, süddən alınıb qaymaqdır. Bu sözü demə. Demirəm, mağazalarımızda bugünkündə yağlar var. Tərkibində də qeyd olunmuşdur ki, palmal yağı və ya bitki tərkibli yağdır. Bunun da üstündə yazsın. Niyə satsan demirik ki, satsın. Amma üstündə yazsın. İnsan üçün zərərli siqaretdir. Amma üstündə yazıb ki, siqaretin sağlamlığa zərəri vardır. Gəlin başqa işlərlə tanış olun. Salam, necəsiz? Hər vaxtınız xeyir olsun. Necə geyir işləri? Əladır, maşallah olsun. Şükür Allah. Maşallah. Qiymətlər yerində mi? On mənə. Yaxşıdır şükür, yaxşıdır, əladır. Əladır, maşallah olsun. Balıqlar nə balıq edirlər? Bunlar ziyad balıqlar. Bütün. Salam məşhur ziyad balıqlar. Neçədir qiyməti? Kilon 15 manat. Bir də təzə diri. Bax, quşlar quşudur. O qaşqalda. Qaşqalda. Çəkmək problem deyil. Yo, qəti yo. Hangi? Valla. Bir çəkməlidir. Hələ Azərbaycanın bu torpaqların alanları çəkilmir. Nə bu televiziya qarşısına? Çəkçirik də. Allah canınızı sağ eləsin. Maşallah, Allah canınızı Sağ olun, var ömrünüzə olun. bərəkət versin. Sağ ol. Neçədir quş? 8 manat. Quş 7 8 manat, manat, hə. 7 manat. Cütdüdür. Yox. Biri Biri, versin hə. elə, Arıq quşlardır amma. Yo, niyə ki? Yağlı yox, mən qaşqalda yeyən adamam. Vətən uğrunda döyüşlərdə olub, Allah canına dəyməsin, bərəkətli ömür versin. Görürsünüz, bugünkü gündə istənilən halda heç bir şeydən şikayət etmədən öz ruzusunu çörək qazanır. Bəzi insanlar var ki, dırnaq arası istifadəyə meyillidir. Əsl vətən oğlu elə belə olmalıdır. Bazarı gəzək, görək bazarda nə vardır. İlan balığı 3 manat 50 qəpik. Kilosu neçədir? Onunla gedin. Hə. Danası 3 manat 50 qəpik. Həqiqi deyirsən? Bu dana kilosu neçəyə gəlir? Gəlmir o. O dənə ilə satılır. O dənə ilə satılır. O dənə ilə satılır. İlan balığı dənə ilə satılır 3 manat 50. Ördək neçədir? Bunlar 12 manatadır, bunlar 8 manatadır. Hansı bu dadlı olar? Yaşıl başdır da. Mən yazığım gəlir, onu vuranmaram kimə. Niyə? Mən qıymaram da ki, o gözəllikdə ördək. Sən onda bura bax. Buranın yanında dayan. O vursun sən. Yo, elə bir Tamam, dəfə elə buranın yanına getmişəm, demişəm bir də ova getmərəm. Hə, ürəyin gəlmir. Hə, yəni bir də insafsızdılar. 10 dənə 12 ördəkdirsə, uçursa 12-sini də vururlar. Ən azından ikisini ötürün Onlar geçsinlər. onsuz da güllə atanda o seçmə yayılır da, o dəyməlidir, xeyri yoxdur. Bazar olsun. Kuşumuzu da aldı. Sağ olun, Allah razı olsun. İsmət əsasını deyir. Görsən.
Yox, Bəhruz keçən həftə göndərib mən. Sağ olun, təşəkkür edirəm. Sağ ol. Neçədir yumurta? 30 qəpiyə. Hə. Maşallah. Öz məhsulunuzdur da yəni. Öz Neçədir südü? 1.20, 1 manat 20. 1 manat 20. Və bu ördək qaza oxşuyur o. Ördək. Neçədir? Bazarın içindəyik, amma açıq deyim, bazarın içi o qədər də ürək açıcı deyil. Həm burada satıcı üçün uyğun şərait yoxdur, həm də alıcı üçün. Bölgələrimizin inkişafı düzdür, görürük, bu danılmazdır. Amma bazarın içi də daha yaxşı olar, ümid edirəm. Gəl yaxına. Əvvəla bu qara vedrə qida üçün saxlamağa uyğun deyildir. İkincisi, görürsünüz, qeyri-gigiyenik. Bazarda olan vəziyyəti istəyirəm bildirim. Özü burada olsa mən soruşub laboratoriya üçün həm bu yağdan almaq istəyirəm, aparıb yoxlatdıracam, həm də digər pendir məhsullarla. Görün bunun keyfiyyət göstəricisi düzgündürmü? Yoxsa tərkibində bitki tərkibli və ya palma yağı istifadə olunurmu? Üstünü oxuyum, görüm nə yazır. Ümumiyyətlə bu qablaşma glikoza və fruktoza siropu üçün hazırlanmışdır. Yəni bu glikoza qabıdır və bunun içərisində olan məhsul isə birbaşa qida məhsulu. Bunun içində nə edir? Yağın isə mən istəyirəm ki, bu yağı aparıb yoxlatdırım. Bu neçə verirdilər? Pulun qoyub bura götürüb aparacam. Məhsulun mənşəyi və mənbəyi haqqında məlumat verilməlidir. Sata bilərsən, mən demirəm niyə satırsan. Palma yağı da sata bilərsən, kərə yağı da, bitki tərkibli də. Amma insanları aldatmaq olmaz. Deyirlər ki, bəzən Mübariz bəy, siz marketlərdə də bunu edirsinizmi? Əlbəttə edirəm. Amma unutmayın ki, marketlərdə məhsulun tərkib hissələri üzərində qeyd olunmuşdur. Kərə yağı dadında ola bilər, kərə yağı tərkibi ola bilər. Amma üzərini yaxşı oxusanız, üzərində bitki tərkibi və ya bitki tərkibli yağ qatılmışdır və ya tərkibində bitki mənşəli yağ vardır deyilir. Amma belə buradakı satışda bugünkü gündə açıq-aşkar bəllidir ki, palma yağını kərə yağı adı ilə satırlar. Və insanlar da bunu alır. Sonra xəstəxanalarda növbələr yaranır. Apteklərə gedir, damarlar tutur, səhv Ürəklər düppədüz yürsən qardaş, düppədüz yürsən. Sonra da mənə Halal. deyirlər ki, bu adam gəlir. Yox, bu nə yağıdır da bu güya. Neçəyə verirlər Şu ki? kilo biri 20'dir. 20 kilo sütdə 1 kilo yağ çıxır. Neçə çıxa ya çıxmıyor? Az. 20 maddə nə qədər olur? Yəni 25 manat. Bu neçəyə verir? Soruşaq. Neçədir yağ? Ya 10 maddə verir, ya 6 maddə. 10 manata kərə yağı olar. Adı kırırlar da qardaş. Belə insanlar bilirsiniz nədir? Bilə-bilə insanlar zəhərləyirlər. Və buna da göz yuman bu vətənin xainidir, bir mənalı. Buna göz yummaq olmaz. Xəstəxanalarda insanlar günü-gündən ölüm saydı atır, xəstə saydı. 3 il bundan qabaq soyuducu açardım, 5 dənə aptekdən dərman alıb qoyardım. Amma indi hamı apteki evinə daşıyır. Əzizlərim, yeri gəlmişkən qeyd etmək istəyirəm. Bazara elə məhz bazar deyiblər. Bəzən vicdanlı, bəzən də vicdansız insanlarla rastlaşırsınız. Mal alanda da, satanda da diqqətli olun. Həyatda ən əsası sağlığınıza diqqət edin. Sizin sağlam bədəniniz məhz elə qidadan başlayır. İndi isə Bəhruz gələ qonaq gedirik. Deməli gəldik Bəhruz qardaşım gedim məhəlləsinə. Elə bayaqdan zəng eləmişəm, hazırlaşsın. Bəlkə də hazırdır. Bəhruz. Bəhruz. Dəyərli, əziz qardaş. Səmimiyyətdən necəsən? Xoş gördük, keyfin halın. Çox yaxşı, çox əhval-ruhiyyəm yerində. Neftçalada səni görmək yoxsa İnsan gəlib, ona görə Allah razı olsun. bura gəlib çıxana qədər nə təəssürat oldu? Çox əla. Bir dənə mən narahat edən oldu ki, Neftçalan əhalisi çox gözəldir, yerləşimi çox gözəldir, yeməkləri çox gözəldir, insandan qonaqpərvərlik çox gözəldir. Bir dənə narahat edən oldu.
bazarın içine heç olmasa 2 maşın qum töyməyə nə var ki palçıqda adam gəzməsin. Zaten ora gəlib çıxmışıq, indi onu da həll edəcəyik. İnşallah. Gözləyirik. Balıq festivalı. Aha. Mən yəni onu bir mənalı, yüksək, təqdirə layiq şəkildə Bəli, alqışlayırıq. bəli, bu bizim icra hakimiyyətinin başçısının təşəbbüsü ilə oldu. Bəli. Yüksək səviyyədə və mən inanın ki, mən 50 yaşım var və Neftçala sakiniyəm. İndiyə qədər bizim belə şəhərdə belə bir festival olmamışdı, belə bir tədbir olmamışdı və mən inanıram ki, bizim icra başçısının fikri ilə hər il bu təkrarlanacaq və mən inanıram ki, hər il növbəti ildə daha yaxşı olacaq. Hizmət çalınır. Böyük məmnuniyyətlə. Və bu arada həqiqətən də bir daha təşəkkür edirəm Neftçala rayon icra başçısına. Çox sağ olsun ki, bu təşəbbüsü ilə sürüb və doğrudan da Yüksək səviyyədə. yüksək səviyyədə elə bir tədbir planlanmışdır ki, mən sosialdan gördüm. Bir ay Hətta mən Bəhruz bəyə zəng vurdum. Şikayət elədim. Nə üçün biz yoxuq orada? Mən deyirəm ki, gedək. Neftçala ilə yaxından tanış olaq. olar. Bizim maşınla. Olsun. Mən buyur. Deməli dostlar, dəyərli izləyicilərimizə bildirmək istəyirəm ki, bura Elnur Bağırov küçəsidir. Elnur Bağırov 1-ci Qarabağ müharibəsini şəhid edib və Bəhruz Qəlbinurun, Bəhruz Bağırovun böyük qardaşıdır. İnşallah buna gəzintimizdən sonra bir şəhidlər xiyabanına da gedərik. Çox gözəl, çox yaxşı. Biz istər 1-ci Qarabağ müharibəsinin iştirakçıları, 2-ci Qarabağ müharibəsinin iştirakçılarını da ziyarət edərik şəhidlərini. Və bu küçəni mən həmişə çox sevirəm, çox da bəyənirəm. Sağ tərəfdə görürsünüz, o qədər hüzur verir insana. Mən Bəhruz bəylə hər il payız ayında gələndə bura, bax bu mənzərəni sevərək seyr edirik. Doğrusunu desəm, mən Neftçalanı Bəhruz bəyin simasında tanımışam. Və sonra gəlib getdikcə insanlar nə qədər mehriban, xoş xəssiyyətli olduğunu, qonaqpərvər olduğunu, həm gözəl belə şirin ləhcələri və ləzzətli də yeməkləri olduğunu şahid olmuşam. Ümumiyyətlə mən bir şey deyim ki, mən son 3 ildə, 4 ildə Neftçala rayonunda olan dəyişikliklərin, yaxşılığa da o dəyişikliklərin şahidiyəm. İndiyə qədər nə qədər Neftçalada icra hakimi olubsa, onların vaxtında olmayacaq bir fövqəladə dəyişikliklər var. Həqiqətən də bunu hər kəs bilir, görür, hiss edir. Belə deyim ki, Bəhruz bəy, biz onu gələndə Neftçalanın özündə belə onu hiss eləyirik. Bir dəyişimi görürük. Hətta biz dəfələrlə sizinlə bura gəlmişik. Bu gözəllik görürük günü-gündən. Ya birdən-birə ola da bilməz. Bəli, mümkündür. Bazarla tanış olduq, şəhərlə tanış olduq. Gözəlliyi görürük, dəyişimləri görürük və insanların bazarda alış-verişini də görürük. Çatışmayan hər bir şey ola bilər. Evdir, yavaş-yavaş qurulur, düzəlir. İnşallah yaxşılığa doğru da gedər. Demək mübarəz, mən istəyirəm sizi, daha doğrusu həm sizi, həm də bizi izləyən bütün tamaşaçıları Azərbaycanda ilk dəfə açılan aptek harda yaranıbsa, mən orası aparmaq istəyirəm. Bu da indi muzey kimi ora qoyulmur. Biz hər kəs həmin bu apteki, ilk dəfə açılan apteki görsün. Bir əsrdən artıq yaşı var. Mənə gəlir ki, hər kəsə maraqlı olacaq. Gedək. Gedək.
bilirsiniz ki bizim xalq artisti Mələkə Əsədova Neftçalıdır. Ha. Bir dəfə Mələkə Əsədovaya sual verirlər ki, bəs Mələkə xanım düzdür siz bu gözəlliyi əldə etmək üçün süd vannası qəbul edirsiniz. O da dedi ki, mən süd vannası da qəbul etmirəm. Mən Kürün yıllıqqa suyunda sinmişəm. Ona görə bu qədər gözəl. Mən isə onun o səmimiyyətinə görə burada Mələkə Əsədovaya minnətdarlığımı bildirirəm. Həqiqətən də. Yəni bu Kürün yıllıqqa suyunda mən də sinmişəm. Yəni yay vaxtı əlbəttə. Yəni mən sizə bir şey deyim ki, bu kənd bir əsrdən çox yaşı var qəsəbənin və mən sizə deyim ki, burada olan Sovet vaxtı olan konserva zavodu, balıq zavodu istehsal olunan bütün məhsullar, konserva balıq növləri, konserva növləri Sovet Sosialist Respublikalarının 15-inə də paylanılırdı və dadı mükəmməl, qeyri-adi həqiqətən də. İnsanlar da orada çalışır. Bəli. Və Banka qəsəbəsinin böyük əksər əhalisi o zavodda çalışırdı. Gördüğümüz bu köhnə tikili ki var, bu bizim o kombinatın binasıdır, köhnə binasıdır. Çox təəssüf olsun ki, illər öz sözünü deyir, öz təsirini göstərir. Burada da yüzlərlə insanlar çalışıb vaxtilə və 1850-ci ildə tikilən aptek. İnanın ki, mən uşaq vaxtı yadıma gəlir. Bu park necə canlı bir park idi. İnsanlar necə bura həvəsdən gəlirdilər, burada gəlişirdilər. Yəni həqiqətən belə bu binanın da bir möhtəşəmliyi var idi. Yəni belə çox fərqli bir arxitekturaya malik olan bina idi. Gözümüzdən gördüyümüz bu köhnə tikilinin də küncündə bizim əsrlərlə yaşı olan aptekimizdir. Bir əsrdən çox yaşı olan aptekimizdir. 1850-ci il. Həmin bu aptekdən söhbət ki, bəs bura nə idi? Bəhruz bəy. Bu ərazi zavod ərazisidir. Bu əraziyə girişidir bu. Görüntüdən də bilinir ki, buranın çox böyük bir tarixi olub. O vaxtın konservası olmasa da, elə biz buradan birbaşa evdəki yeməklərin gedək dadına baxaq. Neftçala mətbəxim. Bəli.
Əlişə. Aha, nə qədər tökürük? Bir stəkan. Mən istəyirəm tərif haqqında kiçik bir məlumat verim. Bu Bəhruz Qəlbinurun rəhmətli ki, anasının xüsusi reseptidir. Əvvəlcə düyünü duzlu suda islatdılar, sonra suyunu süzdülər, su qaynadı, düyünü əlavə etdilər. Qaynadıqdan sonra, düyü bişdikdən sonra götürdülər, kənara qoydular. Ondan sonra sarı kök az bir şey içərisinə əlavə etdilər. Qazanın dibinə yağ sürtdülər. Əsl neyrə yağı və lavaş əlavə etdilər. Həmin qaynamış düyünü gördüyümüz kimi üzərinə əlavə olunur və kənarlarından isə balqabaq düzülür. Bir, yəni zövqünüzə görə kərə yağı əlavə edirsin və ən son isə bir stəkan süd əlavə edilir. Ümumi gördüyünüz bu yemək porsiyonu ümumilikdə bir 7 nəfərlik nəzərdə tutulmuşdur. İndi isə ağzını bağlayırıq. Buyurun. Demək, dəmin yaxşı götürməsi üçün onu süfrəyə bükürük ki, qapağı süfrəyə bükürük ki, buxarı rahatdır. Bəli, tamamilə götürsün desin. Aha. Demək, biz balıq dolmamıza başlayırıq. Bunun üçün bizə bir kütüm balığıdır. Balığı duzlamışıq. İndi isə onu turşu ilə biz bezələyəcəyik ki, onun dadı daha yaxşı olsun. Pomidor xırda-xırda doğranılıb, biber, acı və şirin biber xırda-xırda doğranılıb, soğan, ilin mövsümünə görə nar və gələmərsə nanə biz vuracağıq ki, balığın dadı daha da yaxşı olsun. İndi başlayırıq birinci deməli prosesdən ki, turşu ilə bezələyirik ki, onun dadı daha yaxşı olsun. Yay mövsümündə alçadan daha çox istifadə edirik. Artıq biz balığımızı turşulamışıq. Sonra isə onun içliyini düzəltməyə başlayacağıq. İçliyi düzəltmək üçün də birinci növbədə mütləq soğan qovrulmalıdır. Dağ olmalıdır soğan. Çiğ soğandan istifadə etmək olmaz. Bunun üçün tavanı odun üstünə qoyuruq. Duru yağ dağ olandan sonra biz soğanı əlavə edirik. Soğan yarı qovrulduğu halda biz biberləri əlavə edirik ki, biberlər də biraz soğanın içərisində qızardılır və biberin dadı da soğana keçir. Bir qədər qovrulmasını gözləyirik. Artıq bizim soğanımız və biberimiz qovrulub və indi artıq qalan ərzaqları biz onun üzərinə əlavə edəcəyik. Əvvəlcə pomidoru əlavə edirik. Xırda-xırda doğranmış pomidorlardır. Nar da əlavə edəcəyik pomidorların içərisinə. Dadı yaxşı olması üçün bir qədər nar əlavə edəcəyik. Dolmanın əsas dadlı olması üçün ona el arasında yarpız və yaxud da giləmərzaq adlanan ədviyyatlardan biz istifadə edirik. Giləmərzə və nanədən istifadə edəcəyik. Artıq bizim içliyimiz hazırdır. İçliyə zövqə görə duz da vurulur ki, damaq dadına görə və balığın içərisi həmin bax bu içliklə doldurulur. Artıq balıq dolmamız hazırdır və onu sobaya bişirilməyə qoyuruq. Əvvəlcə sobanın alt qatında
təqdim edəcəyimiz yeni bir yeməyimiz isə kürü çörəkdir. Bu da xüsusi üsulla hazırlanıb, düzdür, kürü çörəyini müxtəlif formada hazırlayırlar. Bizim hazırladığımız bu kürü çörəyə balığın kürüsü, balığın nərgizi, ona biz biber, kişniş, şüyüd və duz, istiot və bir də yumurta vurmuşuq ki, bir yerə yığılsın. Yenə də bəziləri kürü çörəyə un vururlar, amma bu kontingent daha yaxşıdır kürü çörəyi üçün və biz bunu kotlet formasında kürü çörək edəcəyik. Bu da bu evin ən dadlı, deməli, ərzaqları ilə hazırlanmış yeməklərindən bir növüdür, balığın bir növüdür. Çox dadlı, ləzzətli kürü çörəklər olur. Deməli, bu da balıq qızartmasıdır. Bunun üçün balığımızı duz vurub istiotlamışıq. İndi isə tavanı da bir qədər duz səpirik ki, balıq daha yaxşı qızarsın. Bismillahirrahmanirrahim. Mübarəkə xoş gəlmisiniz. Bu gün Neftçala dəhşət yağış yağıb və bu gün də bizim çəkilişimiz başqa bir restoranda olacaq öyle. Yağışla əlaqədar restoran bu çəkilişi saxladı. Və mübarək mənə yolda tutdu ki, bəzən biz gəlirik, narahat olmuyor. Və bu günləri bizim yaxın qohumumuz, bizim ailənin bir üzvü olan Cəvahir müəllimə ilə Cavahir müəllimə dedi ki, narahat olma, Mübariz bəy gəlsin, mən necə lazımdır Neftçala mətbəxini təqdim eləyəcəm, həqiqətən də dediyi qədər var. Demək, mən istəyirəm ki, yeməklər haqqında məlumat vereyim. Burada bizim balıq kükümüz var, balıq kükü. Balıq kürüsündən kükü. Çox fərqlidir. Yəqin ki, Cəvahir müəllimə hazırlayanda lazım olan məlumatları verib. Və burada tərəkəmə plovu var. Demək, balqabaqlı, südlü, amma daşma deyil. Süzmə plov var və onun yanında çölmə qaradır, çölmə. O çöl ördəyi və qoz, alça turşusu və öz yağındır. Və soğanlı. Zoğallı. Bəli. Və burada çəki balığının qızartmasıdır, narlı soğanlı və bizim mənim anamın təriflərindəndir. Demək, qış dolması var, dolma keçirdi var. Düzdür, misal var, deyir ki, yeməklə dost olan illərlə düşman olar. Bizim dostluğumuz yemək üzərinə deyil, mənəviyyat və şəxsi xasiyyət üzərinədir. Cəvahir müəllimənin hünərinə bir baxaq. Baxaq. Nehrə yağı ilə hazırlananda süd, nehrə yağı, düyü, Bəli. çox möhtəşəm. Bu tərəkəmə plovunda ona görədir ki, hökmən bu təriflərdə pendirdir, südlü, qatıqdır, nehrə yağıdır. Bunlar istifadə olunur. O da balığın kürüsü ilə hazırlanmış Neftçala üsullu kükü. Demək, indi buradan Neftçaladan sonra mən də oğul istəyirəm ki, geçsin hansısa bölgədə çəkiliş eləsən və düşün ki, bu o ən yaxşısıdır. Və pis vəziyyətdə qorç. Əksər mən bunu deyirəm ki, bu öbür bölgələrdə görəsən necə qarşılayacaqlar, daha yaxşı qarşılasınlar. Deməli, nehrə yağı, süd, bir də plov, balqabaq, bundan bir harmoniyası olur. Qeyri-adi bir dad ortaya çıxır. Bir növ elə bir adam adına deyərək qaymaq. Bəli. Demək ki, südün orada funksiyası daha fərqli olur. Həm də ki, bir qoxu verir, belə çox maraqlı qoxu. Bəli.
Neftan. Bu pulu balqabaqsız mümkün deyil, görürsünüz. Özə 2014-cü ildə bir çəkilişdə dedim ki, mən balıq yeyəndə zarafatla da əlbəttə və 3 gündən əlimi yumuram ki, balıq qoxusu qalsın da. Onda da mübahisə edirdim ki, yox, Naxçıvan balığı daha yaxşıdır, Neftçala belə. Sonra gəlib görəndən sonra da sustum. Həqiqətən də bizdə balıq mədəniyyəti mətbəx olaraq çox zəngindir və heç vaxt müqayisə oluna bilməz. Doğrudan da. Çox dadlıdır. Bu tükü ümumiyyətlə Və bir də ki, mən deyim ki, Neftçalaların bir mətbəx olaraq həqiqətən də bir öyünəcək bir xüsusiyyətləri də olan mətbəxidir. Balığı ayranda qaynadırıq biz. eləmi? Bəli. Hansı balığı? Ağ balığı da, Doğrudan? bəli. O, çox maraqlıdır. Hə, balığı biz yağlı balıqları, ən çox yağlı balıqları Ayranda bişir. ayranda bişiririk. Mənim rəhmətli anam həmişə balığı səhər tezdən Allah bişirirdi. rəhmət versin. Ayran tökürük qaba, balığı da qoyuruq və dilim-dilim doğrayırıq. Ona bir dənə soğan, köf soğan qoyuruq içərisinə. Dəfnə yarpağı. Ayran içində. Ayran içərisində dəfnə yarpağı o ayranda qaynayır. O balığın duz tökürük, o balığın özgə bir dadı var. Çox dadlı olur. Ayranda Ayranda bişmişik. Sən də yemişsən. Mən hər yerdə hava atıram ki, balıq bişirməyim, o balıq yox. bir Sıf balığından da mən evimizdə görmüşəm ki, çox gözəl küftəsi çıxır, sıfın. Küftə bozbaşı. başlayıb bilər. Küftə bozbaşı. Bazarda Elə bil ki, həmin o küftə bozbaşı biz sıf balığından yemişik. Mən yadıma gəlir ki, 92-ci ildə mən şəhərə gəldim və başladım mən oxumağa, işləməyə. Demək, ilk dəfə işlədiyim restoranda mən burada görmüşəm ki, ağ balığı burada bezdə kağıdını çəkmirdilər, təndirə qoyurlar. Bəli. O kağıdı təndirdə olur və təndirdə olanda da o aqnaporlu kərdiz kimi olurdu, belə qalın, çox qalın. İlk dəfə gəldim, demək, şəhərdə həm universitetə girdim, həm də çalışdığım zaman bir tədbir oldu və tədbirdə gördüm şef ağ balığı doğruyor. Nazik, salfetka kimi. Sonra da belə bir əyri fasonda belə bir kəsilir şişə. O elə idi. Mən şoka düşdüm. Mən ilk dəfə gördüm belə ağ balıq olar. Biz ağ balığı görmüşük, yağlı, qurs, iri. Və mən ondan sonra bu günə qədər də mən Bakı toylarında görəndə ki, məsələn, ağ balıq necə gəlir? Qətiyyən o məndə ağ balıq təəssüratı yaradır. Yara. Bayaqdan nəhayət ki, gözlədiyimiz bir an var. Mən öz adıma deyirəm. Allah rəhmət eləsin, Bəhruz bəyin anasının bir xüsusi bir resepti var. Hələ də bu resepti yaxınları, əzizləri paylaşır, bölüşür və bu ləzzəti yaşadırlar. Dadına baxa, çünki ancaq yemək məsələmiz var. İndi məncə servis edəyəm. Güləz bəy, balın hansı yerini istəyirsiniz? Keçən dəfəki travma almışam, ona görə Mən bu arada deməli ilk dəfə Neftçaliyə qonaq gəlmişəm. Bəhruz bəy, balığın mən indi diqqətimi deyirəm ki, balığın boyundan arxa hissəsi daha Göbək hissəsi. O göbək hissəsi oranı. Bu başını götürüb qoydum mənim qabağıma. Birlədim. Bir də elə istəyirdim babat bunu eşyanım, qutarım ki, qutarsın. Keçim o biri bağa. Onda da əlmat dedi, bir dəqiqə qardaşım, icaz ver, mən çəkim. Yenə başını dedim, ay kişi, imkan ver, özüm harasını istəyən götürüm də. Mənə dedi ki, bəs bizdə ən sevimli qonağa başın verirlər də balığın. 5 uşaqdan ibarət olmuşam bizim ailə. Ümumiyyətlə ailənin 7 nəfər üzvü olub. Bizdə evdə balıq bişəndə fərqi yoxdur. Hər hansı bir balıq olursa olsun, bişəndə onun başını həmişə ailənin başçısına qabağına qoyulub. Yəni bu bir hörmət əlamə. Əlbəttə, əgər qonaq gəlirsə, qonağın qabağına qoyulur. Çünki bu sən ən yaxşı istədiyin balığın hissəsi ancaq başda ola bilər. İstəyir nə olursa olsun. Hə, biz üçün yəni o ən yaxşı yerdir və o ən hörmətli qonağın qabağına qoyulur. Bu arada bu balıq dolmasının üzünün çox fərqli bir dadı var. Hə, bəli. Çox fərqli. Balığın atdan xüsusi bir dadı qoxu şəklində çöküb bu tərəvəzlərin üzərinə. Eyni zamanda tərəvəzin də dadı ət. İndi ətinə hələ baxmamışam. Əslində baxanda bu dolma ilə Neftçalıların özünün dolmasıdır. Məsələn, qış dolması, siyal dolması. Sadəcə olaraq bu tərifin bəlli bir dəyişikliyin anaya məxsusdur. Hal-hazırda yediyimiz dolma balığı kütün balığındandır ya. Bu xaşamdan da olur, kütündən də olur. Bu bu balığın da dadına baxaq. Bismillah.
xalqımızı sevirik. Fərq yoxdur. Azərbaycan hər bir yer bizim üçün doğmalıdır. Yeməklərə gəldikdə o plovu bişirəcəm. Möhtəşəmdir. Halal xoşun olsun. Allah razı olsun. Cavahir müəllimə sizə xüsusi təşəkkür edirəm. Ördəyi bəyəndim. Ruzini verən Allahdır. Ona görə bugün nəsibimiz buradaydı. Gözəl Neftalamızla yaxından tanış olduq. Sağollaşmaq istəyirəm. Hər şey gözəl idi. Allah razı olsun. İnşallah yayda gəlib bağı, bağçanı. Vacib. Hə. İnanın ki, mən Naxçıvana gedəndə bunun 2-3 qatı artığını görmüşəm o diqqəti. Həm də ki, mən hər dəfə Naxçıvana gedəndə elə bil Naxçıvana ilk dəfə gəlirmiş kimi məndə təəssürat yaranır. Doğrudan da. Yəni bu çox o bəzən kitablarda olur belə. Məsələn, bir kitab oxuyursan, 5 ildən sonra 2 il oxuyanda tamam başqa şey. Məsələn, fikirləşsən ki, necə ilk oxuyanda məndə bu təəssürat yaranmamışdır. Sağ olsunlar, bizdən televiziyadan da dəstək olurlar, gəlirik, çəkirik, araşdırırıq, baxırıq və bu gözəl təamları, bu gözəl reseptləri bütün xalqımızla bölüşürük, az da olsa dəstək olmağa çalışırıq. Məqsədimiz hardasa gedib ləzzət ovlamaq yalnız deyil. O ləzzətlərin hazırlanma prosesini sizlərə bildirməkdir. Sağ olun, sağlıqla qalın. Allah imkanınızı yaxşı etsin. Bazarda müşahidə etdiyimiz kimi bəzi qidaların qablaşması, mənşəyi, mənbəyi, uyğunsuzluğu qeyd olunur. Amma sual olunur, bu məhsulların emalı necə olunur? Və bu bizim üçün zərərlidirmi? Əlbəttə. Gördüyümüz kimi həmin məhsulun 1 kiloqramı qaymağın 6 manatdır. Əgər bu 6 manatdırsa, südün litri isə 1 manat 20 qəpik olduğu halda biz 25 litr süddən 1 kilo qaymaq əldə ediriksə və ya 20 litr süddən 1 kilo qaymaq əldə ediriksə, bu normal hesabladığımız zaman demək ki, həmin qaymaq əsl qaymaq deyildir və tərkibində olan qatqı maddələri və bitki tərkibli qida əlavələri olunmuşdur. Keçək saxlama qablarına. Gördüyümüz kimi bu qara vedrələr bizi qara günə qoyan əsas amillərdən biridir. Bu amil ki, bu vedrə o məhsulun saxlanması üçün uyğun deyildir. Çünki bu vedrələr yalnız glikoza, fruktoza və qida sənayesində, şirniyyatlarda və ucuz məhsullarda istifadə olunur. Yaxşı, bu vedrədə bu məhsulun nə işi var? Sualımız budur. Yəqin ki, bu sualımıza cavab verəcəklər. Çünki əsas odur ki, nə olursa olsun həyatda sağlam yaşamağımız üçün sağlam qidaya ehtiyacımız vardır. Məhsulu alarkən qablaşmasına və onun saxlanma qabına və temperaturuna diqqət etməliyik. Bu bizim üçün vacib bir öhdəlikdir. Çünki bu aldığımız məhsulu biz və eyni zamanda övladlarımız qidalanır. Bunun üçün sağlığımıza və qidalarımıza diqqət etməliyik. İndi isə gəldim paketlənmiş bu qaymağa bir daha. Bu paketlənmiş məhsulu mən laboratoriya vermək istədim. Amma heyflər olsun ki, laboratoriya apardığımız vaxt vacib idi. Çünki biz çəkiliş aparırdıq. Belə halda çəkiliş vaxtı avtomobilimizdə həmin məhsulu saxlama şəraiti uyğun olmadığına görə deformasiya uğradı və belə halda mən laboratoriya verə bilmədim. Amma istənilən halda həmin məhsulun qiyməti və onun görüntüsü necə bir məhsul olduğunu bizə açıq-aşkar göstərir. Amma ümid edirəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bölgələr üzrə bazarlara nəzarəti daha da gücləndirəcək. Çünki biz vətəndaş olaraq qidamızı, sağlığımızı onlara etibar etmişik. Uzun yolu